panik atak müalicə olunmur. Nə dərəcədə bu həqiqətə uyğundur? Müalicəsi varsa, bu müalicəsi haqqında danışaq. Buyurun. Baxın, bu miflər ümumiyyətlə psixoloji pozuntuların sağalmağı ilə bağlı bu bədgüman, bu negativ, bu pessimist düşüncələr hamısı yenə də yanlış ünvana getməkləri, yanlış dırnaqarası mütəxəssislərin səhv yanaşması, səhv müalicəsi nəticəsində yaranmış bir əfsanədən başqa bir şey deyil. Bəlkə də əksinə elə ən köklü sağalan xəstəliklər sırf bizim xəstəliklərdir. Yəni söhbət sağalanlarından gedir də, yəni söhbət düzgün, savadlı yanaşma olarsa, əlbəttə ki, sağalacaqdır. Və düzgün, savadlı yanaşma nədir? Burada təbii ki, müxtəlif proseduralar var. Su proseduralarından tutmuş, fizioterapevtik, təbii ki, insanın həyatının dəyişməyi çox vacibdir, müəyyən məqamlar, həyat tərzi, həyata baxışı. Amma əsas o kökə, etioloji yanaşma nəyi tələb edir? Birinci sırada, hətta protokollara da görə birinci yerdə psixoterapiya, ikinci yerdə dərman terapiyası, əgər ehtiyac olarsa.